Vaxtınız xeyir olsun. Bu günləri dildən Word-a aid olan və qəbul suallarından birinin izahını verəcəm. Deməli, sualda bizə deyilir ki, mətn redaktorunda əzmlə çalış sözləri deməli yazıldı. Aşağıdakı əməliyyatlardan sonra mətn redaktorunda cəmi neçə söz olacaq? Baxın, ilk öncə diqqət eləyək ki, bizdən yəni belə deyək də simvolların sayını soruşmur. Neçə söz olacaq? Sözlərin sayını soruşur. Neçə söz? Bunun da altından xətt çəkək ki, bizi çaşdırmasın. Neçə sözün olduğunu soruşur. Aha. Birinci nə edir? Gəlin birinci burada ağ lövhəmizdə deməli əzmlə çalış sözünü yazaq. Əzmlə çalış. Deməli bu sözlər qeyd olunub. Bu sözlər qeyd olunduqdan sonra deməli gəlib birinci əzmlə sözü seçildi. Yəni əzmlə sözünü seçiblər. Seçilib. Seçdikdən sonra Ctrl+C. Bilirik ki, Ctrl+C nə edirdi? Ctrl+C kopyalama əməliyyatını yerinə yetirirdi və kopyalanma zamanı mətn öz olduğu yerdə qalırdı. Kopyalandı. Kopyalandıqdan sonra kursor mətnin sonuna yerləşdirilir. Yəni bu hissəyə gətirilib, yerləşdirilib. Kursor bura yerləşdirildikdən sonra yerləşdirilib və bir boşluq qoyulub. Boşluq qoyulmaq o deməkdir, yəni arada məsafə oldu. Qoyuldu və sonra deməli Ctrl+V. Ctrl+V isə paste funksiyasını yerinə yetirir. Yəni yapışdırma funksiyasını yerinə yetirir. Kopyaladığımız, axırıncı kopyaladığımızı yapışdıracaq. Yəni əzmlə sözünü yapışdıracaq. Əzmlə çalış və deməli olacaq bir də nə? Əzm. Çünki əzmlə sözünü kopyalamışdıq. Aha, sonra nə edir? Deyir ki, bütün mətn seçildi. Yəni bu əzmlə çalış, əzmlə sözü, bütöv cümlə, yəni bütün mətn seçildi. Ctrl+X. Ctrl+X isə kət funksiyasıdır. Kət, yəni kəsmə funksiyasını yerinə yetirir və bu zaman obyekt mətn olduğu hissədə qalmır. Tamamilə silinir. Yəni düşünün ki, bu söz tamamilə silindi, yox olacaq buradan. Və daha sonra kursor hər dəfə növbəti sətrin əvvəlinə keçməklə 3 dəfə. Yəni bizim 3 dəfə sətrimiz, 3 dəfə yerinə yetirən 3 dənə sətrimiz olacaq. 1 2 3. Bu 3 dənə sətr hər birində də Ctrl+V. Bizim də kopyaladığımız əzmlə çalış, əzmlə sözü idi. Deməli burada da olacaq əzmlə çalış, əzmlə. Bu formada. Eynisi ilə burada da o söz kopyalanacaq, burada da o söz kopyalanacaq, yəni daha doğrusu yapışdırılacaq. İndi bizdən soruşurdu ki, neçə söz? Ümumi əzmlə çalış, əzmlə sözündə 1 söz, 2 söz, 3 söz var. Hər 3 dənə sətr, hərəsində də 3 söz, deməli ümumi 9 dənə sözümüz olmuş olacaq. Cavabımız olacaq A variantı.